Salam aleyküm əziz müsəlman bacı qardaşlarımız. Diqqətlə bu videomuza zəhmət olmasa axıra qədər izləyin, görün məsləhətdirmi? Baxın, bu cür şəraitdə 12 aylıq fidan balamız qalır. Tək atasız, babasız, nənəsiz bir körpədir. Anasından təkdən kirədə qalır. Bura 120 manat pul ödəyirlər ayvar. Gəlin evin şəraiti ilə tanış olun, görün inşallah necə bir şəraitdə bu körpə qalır. Gəncə şəhəri Avtozavod qəsəbəsindədir. Buyurun. Bu cür şəraitdə körpə 12 aylıq fidan balamız qalır. Görün evin şəraiti bu cürdür. Ev yanı soyuqluğu, evdə uşaq acıdır, yemək tapa bilmirlər. Bir yemək var, nə bilim, qiyməti 5 manat 6 manatdır. 2-3 gündən bir uşağa yemək lazımdır. Uşaq sümük boşluğu var, dərmanlara ehtiyacı var inşallah. Əziz qardaşlarımız, əziz bacılarımız, analarımız. Baxın, bu körpə balamız bizim fidan balamızdır. Allaha xatir bu balamıza kimin nəyə güc satır, kart hesabları olacaq. İnşallah əlaqə nömrəli olacaq. Gəncə şəhərində qalan müsəlman bacı qardaşlarımız, kimlər ziyarət etmək istəsə, əzizlərimiz, uşağın anası və bir dənə uşaq qalır, tək qalır. Başsız, yiyəsiz bir ailədirlər. Bizlər Allaha xatir vasitə olub əlimizdən gələn qədər xidmət eləməliyik. Allah ruzinizi versin. Ruzi verən Allahdır. Görüb keçməyin. Şəraitə baxın. Yəni bu cür şəraitdə yəqin bilirsiniz mən nə demək istədim, fikrinizi çatdırmaq istədim. Bu cür şəraitə baxın, görün körpə bala burada yaşaya bilər. Böyük insan olsa dərd yarı deyəsən. Bu cür bala şirin, bu cür uşaqdır. Allaha xatir gəlin, bir olaq, dəstək olaq. Allah sizin ruzinizi versin. Bir dənə də